Tələbəm Elnur bəylə bugün şəhər daxil sürmə dərsimizdəyik. Elnur, bax qarşıda həm dairəvi yol ayrıcı nişanı var, həm baş yol nişanı var. 2 nöqtədir. İndi kim üstün dostum? Bəyaz izahləmişdik. Biz üstün. Dairənin içərisi bizə yol verməlidir. Amma sən yenə də ehtiyatını əldən vermə. Bax gör, əmin ol ki, sənə yol verirlər sonra. Sağını yanında dostum, indi dairəyə girərkən sağ yanmaq lazımdır. Geç, sağını yanında dostum, sağını. Sağa çıx, kənar sağ ola. Ay sağ ol. Bax bu maşını görsən arxada ağ işıq yanır. O demək ki, arxa-arxaya gəlir. Get, asta-asta get. Get də dostum. Get. Sağa dönəcəksən buradan. Get. Ay yaşa səni. Əlaçısan. Başa düşdün dostum. Orada gözün işıq var, sənə cıza verir də. Bir də ki, qarşındakı maşının arxada ağ rəngli işıqlarını görsən, bil ki, o geriyə hərəkət işıqlarıdır. Yəni maşını arxa-arxaya sürərkən ağ işıq yana bilər. Oldu, başqa heç bir halda ağ işıq yananmaz. Bax, görsən qardaş çıxır, yola bir ərazdan çıxırdı və sürətlə çıxırdı. O insan baxmalıdır ki, o yol verməlidir bizə. İkinci dərəcə yoldan çıxırdınız, değil mi? Sənə sürətin çoxdur. Sən qəflətən dayanıb ona yol verə bilmirsən. O zaman siqnal ver. Hadisənin qarşısını almaq məqsədli. Oldu mu dostum? Oldu. Qarşıda bir daha dairə gözləyir bizi və orada tək dairə nişanı uğraşdırılır. Kim üstün olacaq onlar? Onlar biz yol veririk. Bəli, dairənin içərisində maşın olsa, biz onlara yol verəcəyik. Dairəyə istənilən zolaqdan girə bilərik. Bax, sağ zolaqdan girə bilərsən, sol zolaqdan girə bilərsən. Amma çıxarkən kənar sağ zolaqdan çıxmaq lazımdır. İndi biz sağ zolaqda irəliləyək. Dairəyə girməzdən öncə sağa dönmüş işığımızı yandıraq və dairədə maşın olsa onlara yol verək, yoxdursa sürüb gedəcəyik. Oldu? Bax,